Salam hər kəsə. Bugün situasiya suallarının həllərinə baxacağıq. Deyir ki, dövrətmə periodu 2 saniyə olan A diski göstərilən istiqamətdə 4 tam dövr edir. R-A 2 R qədər, R-S R qədər, R-B isə 1,5 R qədərdir. Deməli, baxırıq burada A ilə B bir-biri ilə əlaqələndirilməyib, yəni ayrıca disklərdir. A ilə S isə gördüyümüz kimi qayış vasitəsilə əlaqələndirilib və qayışlı ötürmədir. B ilə S isə deməli fırlanan diskdir. Baxırıq birinci suala. Deyir ki, B diski hansı istiqamətdə və neçə dövr etmiş olar? Deməli, əvvəlcə A ilə S-ni tapaq. A ilə S bir-biri ilə qayış vasitəsilə əlaqələndirilibdir. Yəni, qayışlı ötürmədə isə sürətlər bir-birinə bərabərdir. Yəni, VA bərabərdir VS-yə. Deməli, sürətin düsturunu yazırıq. VA bərabərdir VS-yə. Sürətin düsturunu yazırıq. V bərabərdir 2 pi RA NA bölünsün T bərabərdir 2 pi RS NS bölünsün T'yə. Deməli, buradan göründüyü kimi 2 pi'lər gedəcək, t'lər gedəcək. RA ilə NA hasil olduğu üçün bir-birindən tərs asılı olacaqdır. Yəni, ümumi düstur asıllıq belə olacaq. NA bölünsün NS bərabərdir RS bölünsün RA-ya. Deməli, NS-miz də bərabərdir NB-yə. Çünki fırlanan diskdə dövrlərin sayı bərabər olur. İndi isə baxırıq, buradan NS-ni tapsaq, NA vurulsun R bölünsün RA bölünsün RS bərabərdir. Bizə NA-nın şərtdə neçə veribdir? A diski deyir ki, 4 tam dövr edər. Yəni 4 vurulsun. RA-mız nə qədərdir? 2 R qədər. 2 R bölünsün. RS-miz də R qədərdir. R-lər ixtisar gedəcək. 4 dəfə 2 8 dövr. Yəni biz NB-ni 8 tapdıq. Yəni 8 dövr etmiş olar. Baxırıq indi istiqamətinə. B bu istiqamətdə 1 dəfə gedəcəkdir. Daha sonra əks istiqamətdə 2 dəfə, belə 3 dəfə, 4 dəfə, 5 dəfə, 6, 7 və 8. Yəni 8 dəfə dövr edəndə istiqamətimiz bu tərəfə sola doğru olacaqdır. Yəni 8 dövr etmiş olar və sola doğru. Baxırıq ikinci suala. Deyir ki, disklərin hərəkəti üçün hansı ifadələr doğrudur? Birinciyə baxırıq. Deyir ki, A və S disklərinin xətti sürətləri bərabərdir. A ilə S qayışlı ötürmədir. Qayışlı ötürmədə dedik ki, xətti sürətlər bərabərdir. Yəni 1 doğrudur. 2-yə baxırıq. A və B disklərinin xətti sürətləri bərabərdir. Xeyr, A və B diskləri ümumiyyətlə əlaqələndirilməyibdir. Yəni səhvdir. Üçüncüdə deyir ki, B və C disklərinin dövr etmə tezlikləri bərabərdir. Bəli, doğrudur. B və C diski fırlanan diskdir. Və fırlanan diskdə N1 bərabərdir N2-yə. Yəni 3 də doğrudur. Dördüncüyə baxırıq. A və C disklərinin dövr etmə tezlikləri bərabərdir. Yanlışdır. Deməli, A ilə C diski bir-biri ilə qayışlı ötürmə vasitəsilə əlaqələndirilib. Qayışlı ötürmədə sürət və mərkəzə qaçma təcilləri bərabərdir yalnız. 5-cidə deyir ki, B diskinin bucaq sürəti C diskinin bucaq sürətindən 2 dəfə böyükdür. Yanlışdır. B ilə C fırlanan diskdir. Fırlanan diskdə də yalnız burada deməli bucaq sürətləri fırlanan diskdə bərabər olur. 6-cıda deyir ki, B diskinin kənar nöqtəsinin xətti sürəti C diskinin kənar nöqtəsinin xətti sürətindən 1,5 dəfə böyükdür. Deməli, B ilə C yenə fırlanan diskdir. Fırlanan diskdə sürətlə radius bir-birindən düz asılı idi. V1-in V2-yə nisbəti R1-in R2-yə nisbətinə bərabərdir. Deməli, baxırıq burada. Deməli, B-nin C-dən deyir. Onda biz VB bölünsün VC bərabərdir, düz asılıdır. RB-nin RC-yə nisbəti yaza bilərik.
İndi burada bizim RB'miz 1,5 R qədərdir. RC'miz də R qədərdir. R ixtisar gedəcək, qalacaq 1,5. Yəni doğrudur altında da. Cavab 1, 3, 6 olacaq. Üçüncü sualda deyir ki, A və C disklərinin kənar nöqtələrinin mərkəzə qaçma təcillərinin nisbətini hesablayın. Bizim təcillimizin düsturun A diski üçün hesablasaq VA bərabərdir VA-nın kvadratı bölünsün RA-ya. Bu A diski üçün, C diski üçünsə AC bərabərdir VC-nin kvadratı bölünsün RC. Deməli, indi isə buradan göründüyü kimi R ilə A, yəni radiusla təcil tərs asılıdır. Yəni, A diskinin təcilinin C diskinin təcilinin nisbəti RC-nin RA-ya nisbətinə bərabərdir. Bu da bərabərdir. Baxırıq, RC-nin diski R qədərdir. R bölünsün. R-amızda 2 R qədərdir. Bu da bizə 1 bölünsün 2 nisbətini verəcək.